Elə deyil. Bəli. Ali Başkomandan bizə ermənisiz Qarabağ görünməmiş bir şey qaytarıb, bir mülk qaytarıb. Bizi dədəmizin, babamızın ayaqlar altında qalmış qəbirstanlıqlarımızı bizə qaytarıbdı. Fərqi yoxdur, mərmər aparıbsa da o sümüklər yerindədir, o bizim üçün böyük elə ən qiymətli, dünyada ondan qiymətli, görcəkdən qiymətli nəsə yoxdur. Və burada da bu tender bəylərin gördüyü işə görə biz hökumətdən narazıyıq. Xeyr olar, biz naşükürük, yoxsa az başa düşürük, yoxsa çox tələb eləyənik. Nə üçün təşkil eləmirlər ki? Qardaş, qayıdış necə olmalıdır? Mən bunu izah eləmişəm bir dəfə. Gətirirlər, kət durur yerində, o yerin üzrünə silinən kətləri yenə də həmən kəndin icması ilə razılaşdırır. Kəndin qəbirstanlığı var burada. Buna parı 30 kilometr o tərəfə sala bilməzsən. 40 kilometr o tərəfə salmaq. Salma asfalt istəmirik. Asfalt var idin deyənə qədər. Ehtiyac deyil. Nədir, kommunikasiya xətləri biraz ucuz olsun deyə tender bəyləri bizim həyatımızı, bizim taleyimizi qoyublar qumara. Tikirlər, tikdirirlər, cəmaat işlədirlər, cəmaatın pulunu vermirlər. Tikdirləri sel aparır. Ya kürək o şəkilli kürək aparır. Və bizdə narazılıq eləyəndə deyirlər, naşükürlük eləyirlər. Ki, naşükürlük eləyir. Qardaş, kət durur yerində, o kətlərin çoxu yerində durur. İcma sədri, ağsaqqalı, ziyalısı gəlir. Filankəsin evi budur, budur. Dədəsinin bünövrəsi nədir? Bax, budur. Neçə mərtəbəli idi? Bir mərtəbəli idi. Bu sənin tikinti materialların, bir icma şəklində. Bu sənin tikinti materialların, bu sənin fəhlən, bu sənin ustan, bu da sənin həyətin. Mən gəlib evi ay icra nümayəndəsi səndən təhvil alacağım. Bunun tikdirdiyi 180-160 binə hesablanan evlər 60 binə başa gəlməsə, onda mən bu dünyada gəzmərəm. Və keyfiyyətli. Nə etmək olar? Qardaş, Qarabağ iqtisadi zonasında, istər Zəngilan ərazisində, işğaldan azad olunmuş ərazidə, yəni kömrük pulu ödənilmədən tikinti materiallarının bir məntəqəsi yaradılmalıdır. Sahibkarlara da imkan şərait yaratmaq lazımdır ki, qardaş, bura kim nə qədər taxta, dəmir gətirirsə kömrükdən azaddır. Dövlətin güzəşti bu olsun. Daş yerində, qaya yerində, qum yerində, digər materiallarda dövlət ucuz qiymətə gətirən əgər gömrük vermirsə, əgər monopolist imkan verirsə, o gətirirsə, deməli ucuz qiymətə vətəndaş öz evini tikəcək və tezdə çıxıb gedəcəkdir. İkinci məsələ, burada əhali işləmək istəmir. Ceyhun müəllimə mənim böyük hörmətim var, amma bunun o ifadəsinin tamamilə əleyhinə. Aha, Ceyhun Məmmədovla bağlı. Deyir ki, bəs Qarabağda insanlara iş yeri verilir, amma işləmək istəmir. Qarabağ Xankəndində süpürgəçi təklif edirsin. Gedib Qarabağ az təhqir olmuşuq, gedək bir süpürgəçilik iş eləyək. Adam cəmaatı geçsin, indi Xankəndə süpürgəçilik eləsin. Bu lazımdır bizə. Zavod, fabrik imkan qədər tikilir. Torpaq islahatını getmək üçün həmin dediyim kətlərin təşrif edirik. Qaşqınqom və yaxud dövlət yetkiləri bir müzakirə eləsin, bir Qaşqınqom rayonunun ziyalılarını, mütəxəssislərini qəbul eləsin, müzakirə eləyək və cənab prezidentə də bir proqram təqdim eləyək, müraciət eləyək ki, biz bu şəkildə qayıtmaq istəyirik. Biz evləri, tender bəyləri tikir. Qaşqınqom yığır, aparır, Qaşqınqomdan narazılığım yoxdur. Qaşqınqom yığır, aparır avtobusda. 2 göz yaşı, 3 hıçqırıq, 1 çırpınıq və salam bundan qutardı. İş yeri yox, güc yeri yox. Nə etməlidir? Nə cür qalmalıdır, nə cür yaşamalıdır? Yardımı da səhər dövlət keçəcəkdir. Deməli, nə etmək lazımdır? Həmin kəndin işğaldan azad olunmuş ərazisini, həmin kəndin icmasının öhdəsinə vermək lazımdır. Qapalı orada maldarlıq sistemi və yaxud əkinçilik təyin olunmalıdır. Orada əkin biçinlə əhali qayıtmalıdır. Əhali yerinə qaydanda da həmin heyvanla onun təsərrüfatında istifadə etmək üçün ona çatası heyvanı da qaytarıb verməlidir. Bağı da, bağçası da hər şey hazırdır. Və dərhalda dövlət ona verilən yardımı kəsməlidir. Dərhalda. Bu sənin dədəyin evi, tikdim verdim, bu sənin həyətin, bu sənin malın, bu qoyunun, bu toyuğun və salam dövlətə də yük olunur. Dövlətin digər problemi yoxdur. Bizdən başqa problemi yoxdur. Dövlətin yükünü azaltmaq lazımdır. Dövlətin yükünü azaltmaq əvəzinə dövlət qalıbdır bu 5-10 dənə tender bəyinin əlində. Dövlətin pulunu dağıdırlar, xərcləyirlər, Qarabağ cəmaatı da getmək istəmir. Nətər getsin o selin suyun içinə? Az padvallarda deyil. Və burada demək problemləri izah edək. Rey Kərimoğlu'nun bir videosu var. Rey Kərimoğlu'nu buradan salamlayırıq. Rey Kərimoğlu yarandığı ağlı kəsəndən düz danışan adamdır. Öldürsən də düzünü danışar. Bir videoda orada qüsurları oradan biruzə verir. Əziz dostlar, dəyərli tamaşaçılar, çox xahiş edirəm, bəyənin, paydaşın, suallarınızı yazın. Burada Halik adlı bir şəxs yazır ki, hörmətli Ramazan bəy, mən 1-ci Qarabağ müharibəsi iştirakçısıyam, amma mənim evimi vermirlər, mümkünsə açıqlayasınız. Halik adlı bir izləyici tanıyırsınız.
Yox, Bəlkə tanımıram. Türkiyə Laçından bizim efirimizə qoşulmuşdu Xalid. Bəlkə həmin şəxsdir. Xaliq bəy, əvvəla Laçından sual verdilər. Qoy mən bir mövzumuzdan kənar bir məsələ danışım. O Laçınlılar döyüşmədilər, çıxdılar. Ağdam nə cür döyüşdü, nə cür metr çıxdı. Hər çıxdığı metrə nə qədər qan töküldü, bunun şahidləri çoxdur. Bunu danışmaq istəmirəm. Ağdamlıyam, çox danışaram, deyərlər yerlibazlıq elədi o digərləri kimi. Mən o yerlikçilik xəstəliyindən həmişə özümü qorumuşam. Millətin xərçək xəstəliyidir yerlikçilik. Vəzifədə olan bəzilərinə də bu məsələni şamil edirəm, yığışdırım bu sinif yoldaşım, qrup yoldaşım, nə bilim, qohumu, məqrəbəmi, mavin yığım, idarələrə yığım, bu milləti bölgələrə bölməyə əbəsdir. Bu bizə yaraşan məsələ deyil. Əvvəla hökumət, dövlət olmadığı bir vaxtda Sultan bəy yerli cəmaat və Qarabağın tərəkkəmə cəmaatı ilə özündən 10 dəfə artıq dırnaqdan təpiyə silahlanmış Andranikin qoşununu qoy bilməyənlər, bəzi Laçınlılar da bu məsələni düzgün bilmirlər, elə danışırlar. Sultan bəy 2 döyüşə rəhbərlik eləyibdi. Baxmayaraq, biri Cumhuriyyət dövrüdür, biri heç kim olmadığı dövrdə. Zabuqda Andranik Paşanın keçirmək istədiyi, Qarabağı keçirmək istədiyi həmin 15 may ay Laçınlılar, Qarabağlılar və bütün Azərbaycan xalqı bilir. O hadisə 1917-ci il 15 may tarixində baş veribdi. İkinci hadisə Qaragöl döyüşüdür. O 1919-cu ildə baş veribdi. Birinci də ermənini qırdıq. O yalan söhbətdir. Andraniki tuta bilmədi Sultan bəy. Andranik qaçdı. Onun qulağını Ənvər Paşa kəsdirmişdi Türkiyədə. O Türkiyə ordusunun paşası olmuşdu. Orada qaçdı, aradan çıxdı. Orada bir başqa məsələlər baş verdi. İkinci döyüşdə 1919-cu il Qaragöl döyüşüdür. Azərbaycan ordusu ilə toqquşma oldu. Mövqe dəyişikliyi olmadı. Orada bizi Azərbaycanın zabitlərindən ikisi satılmışdı. Tiflisdən Agentura şəklində yerləşdirilmişdi. Topu düz vurmadı. Onda Sultan bəy bildi. Təsdiq edəndən sonra həmən Afçeri də bağladı, topun qabağına attırdı, parça-parça elədi. Yəni satqının da aqibəti oldu. Yəni mənə 2018-ci ildə Laçının alındığı gün 18 may tarixində jurnalist Azərbaycan Dövlət Televiziyasında müsahibə verirdim. Mənə sual verdi ki, Ramazan müəllim, bəs nə əcəb, o dövrdəkindən çoxlu silah da var idi, qüvvə də var idi. O dövrdə Laçını təhvil vermədik, amma bu günləri bu qüvvələrimiz bu qədər olmağına baxmayaraq Laçını təhvil verdik. Onda bir sual verdim və bununla da yekunlaşdıq. Dedim, bizim Laçın cəmaatını və Qarabağ cəmaatını Sultan bəy kimi bir kişiyə ehtiyacımız oldu. Kifayət elədi bu. İndi Rey Kərimoğlu'nun videonu təqdim et, hörmətli rejissor. Buradan izləyək, görək ki, harada qüsurlar var. Bəli, faktla danışaq. Bəli. Əziz tamaşaçılar, çox xahiş edirəm, bəyənin paylaşın, suallarınızı da yazın, yəqin ki, buradan cavablar lazım. Xıdırıda evləri ki, su batmışdı. Nə idi səbəb? Bax, gəldim buraya, Xıdırlı kəndi. Baxıram. Baxırsınız, bax bu yola üz aşağıda. Baxırsınız. Burada evin seçsin ki, bunun evi hansı? Üzü Dəhriyə tərəf gedir, Xıdırın ayağına. Burada problem budur ki, bax yolun qırağında, bax görürsünüz, bax bu yolun qırağında, asfaltda, həyətdə, bax görürsünüz, buradan su gəlir, axır bura, buradan axır gedişir qonşunun bu həyətinə, harasına, pilləkəninin qabağına. Fikir verirsiniz, geniş aşağıdır bura. Bax görürsünüz, gəlir görülənir orada, evin böyrün başı su basır. Bu niyə belədir? Bax bu geniş aşağı bu yolun qırağı ilə nə tərkin qədimdə şəkid olubdur. Bizim indiki Göygöl deyirik, Xanlar rayonunda olub. Bu asfaltın qırağı ilə bir kanal, bir xətt çəkilməlidir. Su, drenaj xətti deyirlər, nə deyirlər? Bu gedəydi o dəriyə. Görürsünüz üz aşağıdır. Getmir, yığışır qalır həyətlərdə, həyətdən həyətə keçir. Məsələn, yuxarıdakı həyətdən yığışıb gəlib bunun həyətinə. Evini basıb. Görürsünüz, evlər də burada görsə 5 kubik görükür, pilləkən 5 pilləkən, amma 3 kubik, amma arxası aşağıdır. Bax, bunlar hamısı təzə su basan yerlərdir. Görürsünüz, su buradan yuf, görürsünüz, su buradan yuf, gedir, gəlib o bir tərəfə. Bax, indi görürsünüz, burada kimsə buradan xəndək çəkib ki, su bura gəlməsin.
Aha, bu ağıllı variantdır. Bu adam kimdisə evini su basmasın deyənə xəndək çəkir. Halbuki bu şirkət buranı tikənlər, mühəndislər, prorablar. Qardaş, bu yüz aşağı yerişdir. Bu evlərin qabağından bir xət çəkiydiniz, drenaj xət, kanal, balaca. Bir 60 santın 50 santimində 60 dərinliyində. Bunların hamısı axıb gedirdi ora. İndi bu su hamısı gəlib bir-birinin, bax yuxarıdakı evlərə baxın. O ev, bu ev. Birinci evdən buna, bundan ona, bundan buna axıb həyətlərini, pilləkənlərinin qabağını yuyub keçib gedib ayla. Problem budur. Problem budur. Bu belə olmaz da. Və belə iş eləmək olar. Bunu niyə belə eləyibdilər? Bax, həyəti görürsünüz, hamısı sudur. İndi gün çıxıbdır, quruyur. Problem budur ki, bunun axmaq yeri yoxdur. Kanalizasiya lükları var. Qoyulubdur, amma bilmirəm, o kanalizasiya lükları bax buradan, yuxarıdan gələn suyu necə çəkir? Deməli, çəkmir. Başa düşdünüzdə məsələ nədir? O evdəki həyətindən yuxarıdan bax, o dağların suyu gəlir. Dağın bəri tərəfində görürsünüz, traktor gedir sarı. Orada yoldur. Yolun bəri tərəfindən, o tərəfindən kanal var, o dağların suyu gedir. Amma öyle də seldir, leysandır, yaxında bunların axmaq yeri yoxdur. Kanalizasiya qoyulub, amma o kanalizasiya mən düşünürəm ki, düzgün qoyulmuyor. Bunu təsəvvür gətirin ki, yuxarıdan evlərin hamısı su basa-basa gedir ağlaşağı. Evlərin, baxın, şeyini, qabağına. Pilləkənin ayağıdır, hamısı sudur. Yəni, indi quruyubdur, görürsünüz. Mən düşünürəm ki, yenidən buranın bütün, bax bu Xıdırının, indi Kəngəlidə Sarıcalda olmamışıq, hamısının su xətləri, kanalizasiya xətləri, yəni də bu quru sularının, yağış suyunun axması üçün şərait qurulmalıdır. Bax bu yolu, bax görürsünüz, burada desəm kanalizasiya xəttidir, bilmirəm. Az morzit. Bu görürsünüz bu hasar. Hasarın ya çölü ilə, ya içərisi ilə bir tranşey kimi, bir 50 santim qazılmalıdır. Əziz dostlar, dəyərli tamaşaçılar, baxdınız, bəli, qüsurlar var, problemlər var. İndi onu aradan qaldırmaqdan ötürü nə etmək lazımdır? Əlbəttə, hamını düşündürən suallardan biridir və Qarabağa qayıdışı, Qarabağa insanları yerləşdirməyi belə deyək də, bu cür təqdim etmək lazım deyil. Yəni, sosial şəbəkələrdə çıxarılan müzakirələr də baxıram ki, insanları qınamıram. Qaytarırsan, insanları ora iş yerlərinə təmin et. İndi Ramazan müəllim dedi, yəni biz malakan deyilik, biz belə deyək də, nəsə demədim. Nəsə demək istədim. Hardansa qaçıb bura gəlib pənah gətirmişlər. Bu torpağın sahibiyik biz. O dövlət ora çəkdiyi xərc var. O üstü yarım paket evlər var. Belə deyək də, qaçqın düşərgəsi tut. Dövlət ora milyonlar xərc qoyub. Ölkədən milyonlar xərcləyib o tender bəyləri ora. Nətər dövlət milyon xərcləyir. Qarabağ cəmaatı qəbirstanlığın yanına qayıtmaq istəmir, narahatçılıq edir. Axı niyə görə? Xıdırı əvvəla gör onun hansının həyətində bir dövlət kimi olar. Heç birinin. Ora şəhər tipli bir qəsəbədir. Xıdırlı cəmaatı çət təsərrüfündən, xüsusilə heyvandarlıq, nəçinciliyi məşğul olan bizə yaxın ərazidir. Aramızda bir dağ var. O cəmaatı çox yaxından, dərindən tanıyıram, qohumluğumuz var. Yəni, bu xıdırlı cəmaatı əsasən bazarda ağartı məhsullarını Ağdamla təmin edən bir cəmaatdır. Yaxşı, bu xıdırlı əgər 2 nət bir camışını saxlaya bilməyəcəksə, ona tövrədə şərait yoxdursa, o xıdırlı harada gelmiş deyəcək. Mənə başa görürüm, bax, qayıtdı, getdi. Oğuzda tanıdığım adamlar var, orada 5-6 camışı var. O camışın qaymağından yolun qırağında satdırır, ailəsini dolandırır, uşağını xəstəxanaya gətirir və digər təminatlarını ödəyir. Yaxşı, camışın qaytasını orada harada saxlayacaqlar? Tutar ki, Xıdırlıda bir ailə var, 3 uşağı tələbədir. Bəli. Hələ qalır kirayədir. Bunu nə ilə saxlayacaq? Nə inəyəcək? Axı niyə, nə üçün imkan şəraitləri? Ona görə deyirəm ki, düzgün addım deyil. Qardaş, ona görə deyirəm ki, mən bir Qarabağlı kimi, bir Azərbaycan vətəndaşı kimi İlham Əliyevi Qarabağa qaytardığına, digər məsələlərinə görə və 2005-ci ildə mən hakimiyyətə İlham Əliyevin gəlməsi barədə
Prezident aparatında o kitab var. Yusif Cəfərliyə mən o kitabda mənim öz imzamla gedir. Deyirəm ki, Heydər Əliyev məktəbinin bir nömrəli diplomu İlham Əliyevin özündədir. Çünki o rəhmətli ümummilli lideri Heydər Əliyevin övladıdır və onun belə el dilində desək yastığının böyründə yekəlib. Nə tökübsə, nə elmi biliyi varsa, bir nömrəli diplomundadır, kimsə ikinci, üçüncü ola bilər. Amma özüdür. Azərbaycan xalqı, 2005-də mən bunu yazmışam və demişəm, Azərbaycan xalqı İlham Əliyevi prezident seçməyi ilə çox düzgün bir qərara gəldi. Allah o gündən saxlayaydı ki, yenə də kimsə gələydi, bir gədə bazarına çövrələydi. Və bu Qarabağ məsələsi yox. Bizim hansı fəlakətlər, hansı məsələlər gözləyirdi, onu bir Allah bilir. Bu məsələnin yönümü bu şəkildə. Amma bu heç də o demək deyil ki, bizim adımızdan dövlətin pulunu xaçləsinlər və bizə də desinlər qayıtmaq istəmirsiniz. Siz olsanız xətrinizə dəyər dəyməz. Əlbəttə. Yox, bilirsiniz, Ramazan Axı dövlətin o evin hər birinə 100 neçə min pulu xərclənibdir. O ev 100 neçə min evlikdir. Ya külək əssə kriş açın, külək aparır, sel gələndə içinə durur 6 dənə. Xıdırının relyefini dəyişməyə ehtiyac var idi. Mən Hüseyin müəllimə dedim ki, Hüseyin müəllim, bunun külək kriş açın aparacaqdı. Yağanda da sel gələcək içinə. Kriş açın hələ aparmayıbdı, elə külək yoxdur. Qarabağda külək az olur. Amma sel gəldi, doldu da bunun içinə. İndi biz çəkəcəyik bir Bakı şəhərində bir Bakı şəhərinin meri vardı. Hacı Bala Abtalibov durursa Allah canını sağ eləsin. Öyle bir özünə məxsus xarakterli. Əvvəlcə asfalt salırdı, saldırırdı, sonra da qazdırırdı. İndi təzdən nə? Qaşqına ev tikib, bəhbəhlə qayıdıbdı, pis yaxşı qayıdıbdı. İndi qaşqın neynəsin? 3-4 dənə mitiri vardı, bunu da su doldu. Özü bir mərtəbəli evdir. 2 mərtəbəli deyil ki, deyəsən ki, 2-ci mərtəbəli. Oldu nəmişdik. Padvallarda, özü kökən əhali kimdir birinci? Yataqxanalarda, padvallarda yaşayan əhali. O nəmişlikdən çıxdı, getdi bu nəmişliyə çıxdı. Axı biz vətənə qaydırıq. Bizi niyə vətəndən narazı sarırsan? Ay tender bəylər, Allah sizin evinizi yıxsın. Sizdən Azərbaycanın evini yıxan tender bəyləridir. Azərbaycanın evini yıxan baylardır. Azərbaycanın evini yıxan toy evləridir. Bu üç məsələ əgər həll olarsa biz həmişə yaşayarıq. Bu tender bəyləri kimdirsə bir qrupbadır, bir mafiyadır. Həmişə nəysə, bütün məsələləri bunlar udurlar. Ayrı adam iştirak edə bilməz. Toy evləri, İrboynuzluların da Azərbaycan xalqının evini yıxır. Baylar da ki, ölkənin hamısı banca boşludur, heç kəsə də pul vermirlər. Hamı da boşluyuq. Nə tər boşluyuq, nə tər bu boş yaranıbdır, bilən yoxdur. Ha, bu ölkə rəhbərinə düz danışın da, vəziyyəti düz izah edin. Bəs o evlərə mən səhərdən baxıram, əziz dostlar, yenə də deyirəm. Bir dəfə efirdə mən bunu dedim, yenə də deyirəm. Bəzən insanlar qayıdır Şuşaya, Ağdama. İndi Ağdama yəqin ki, yaxın günlərdə ilk köç olacaq. Bu Xıdırlıda yaşayış var da. Bəli, yaşayış var da, əhaliyə qayıdır. Artıq yaşayırdı. Laçına, nəsə də baxıram. Bir dəfə tənqid elədim. Dedim, bu köçürlər insanların elə şəkillərini çəkin ki, qoy gülər üz. Elə bil ki, Allah uzaq eləsin. Türmə yapır. Belə deyil, Sibirə gedir. Belə el diliylə deyir. Şəkillərə baxıram insanların. Amma mən baxıram, açıq deyirəm də, açıq deyirəm. Və buradan çəkinmədən deyirəm. İnsanların bir problemi var ki, yurtda, dədə yurdu ki, mən hansı evdə yaşamışamsa, o evdə məskunlaşmaq istəyirəm, o evi verin mənə. Ona oxşar ev verir, bir ev lazım deyil. Qardaş, kraskalamayın, asfalt çəkməyin, o dəmir məhəccəri çəkməyin, ehtiyac deyil o. Bu şərq üslubuna aid deyil axı. O iş nə üsuluna aiddir, nə şərqə aiddir, nə qərbə aiddir. O tender bəylərinin özündən çıxartdığı bir layihələrdir. 5 metr belə, 3 metr belə kuxunu, nə bilim, meyvə. İstəmirəm kuxunu. Dədəmin bünövrəsi nə təridir? Dədəmin bünövrəsi ev durursa, qardaş, Kəlbəcərdə, Ağdamın bir neçə kətlərində, Laçında erməni taxtanı, tuxtanı, pəncərəni söküb aparıbdır, ev durur. Mühəndisi dəvət edirsə mühəndis, bunun bünövrəsi yerindədir. Sel basmır ki, icra sədri, sən deyirsən bu filan kəsin evi deyil, evini bərpa elə, həyatını bərpa elə, heyvandan da təmin elə, yerini, yurdunu ver, dərhal da yardımın kəs. Qocasin dolana bilir, dövlətin bunlardan başqa ayrı problemi yoxdur. Dövlətin Dağ Şirvan boşalar, Quba boşalar, Cənub bölgəsi boşalar. Dövlət ancaq elə bizə boşludur. Amma imkan verin, şərait yaradın. Mən xahiş edirəm bunu aidiyyəti qurumlar, xüsusilə Qaşqın qovum. Bir dənə Rövşən müəllim, siz o vəzifədən əlavə Qarabağın bir ağsaqqalının övladısınız. Ağsaqqal titulu qazanmış bir kişinin övladısınız.
Xahiş edirəm, o işçilərinizdən əlavə Qarabağ hər bir rayonun bir ağsaqqalını dəvət edin. Bu cəmaət nətər qaytaraq ki, həm yaxşı olsun, həm az pul xərclənsin, həm də hökumətdən narazı olmasın. Dövlət çox pul xərcləyir, əhali getmək istəmir, cəmaət də narazıdır. Bu oldu iş. Bax, indi dostlar, mən sosial şəbəkələrdə baxıram, bayaq bundan əvvəlki dəqiqələrdə Ramazan müəllim Səidə Bəkirqızdan danışdı. Onun da tərəfdarları çoxdur. Amma o məcburi köçkünü, keçmiş məcburi köçkünü qınamaq lazım deyil. Çoxu qaçqın deyir, vəssalam getdi. Amma şəxsən mən bir Səngər zabiti kimi, oradan hətta 1-ci Qarabağ Savaşı ilə reportaj hazırlayan jurnalist kimi nəyi bir jurnalist vardı, deyir ki, bəs bir reportaj hazırlayanda Bahadur müəllim danışır ki, bir uşağın ayaqqabısını bir yerdə gördüm, balaca uşağında, onlar 2-3 yaşlı və 7-8 metrədə bir tərəfdə gördüm ki, hiss olunur ki, Qasaqaşda bu uşağın ayaqqabıları da düşübdür. Bəli. Deyir, gəldim, məlumat verdim, sonra evə zəy vurdum ki, narahat olmasınlar. Gördüm, evdə deyirlər ki, bəs bugün filankasının toyudur, bəs gələ bilməyəsən. Deyir, fikirləşdim ki, məmləkətin bir tərəfində, müharibədir bir tərəfində, toy və Bakıda olanlar toy haqqında fikirləşirlər, amma mən burada müharibədə. İndi dostlar, çox da kör-körona qaçqınların üzərinə getmək lazım deyil. Niyə getmək lazım deyil? Bəli, içlərində elə insanlar var ki, deyir, kiminsə evinə girib, deyir ki, bəs mən Qubadlıda dedi, hansısa televiziya verdi Sumqayıtda. Mənə Sumqayıtda başqa yerdə ev verilsin dövlət, mən də bu evi verim. Yəni, həmən şəxslərə nəinki boşa, onlara ümumiyyətlə cəza vermək lazım. Bəli. Bu nə anlayışdır? Adam sənə 30 il ömrün çürüdür, cavanlığın, amma məsələ qaçqını əgər keçmiş məcburi köçkünü göndərirsə, əvvəla ermənilər Ağdamlı ilə savaşmayıbdır, Şuşalı ilə savaşmayıb, nə bilim, Laçınlı ilə savaşmayıb. Ermənistan dövləti Azərbaycan dövləti ilə müharibə elan edib. Yəni, belə deyək də, uduzan da Azərbaycan dövləti olub 1-ci Qarabağ Savaşında. Bəli. Yəni, burada fərq yeniləm. Dövləti olmadı, hakimiyyətsizliyi oldu, başboğluğu oldu. Filan ora-bura. Amma bugün belə getmək, düzdür, tənqid etmək lazımdır. Necə ki, mən buradan deyirəm ki, ay qardaş, adam öz dədə yurduna getmək istəyir. Əgər tikə bilirsən, tikərmirsən ki, deyən, ay məcbur köçkün qardaş, 180 min, 200 minə sənə ev verilmirdi. Gələ bunun 100 minin. Bu sənin dədən yurdu, bu sənin həyətin, bu sənin evi bu sənədin, get bu pulla da evini tik. Yox, nəzarət edir, yerli müəllim. İcma yaranır, icma nəzarət edir, o pul təyinatından Bəli. İkinci əsas məsələ unutdum deməyə. Mən bilirsiniz, Qərbi Azərbaycan